Hamiləlikdə antidepressant istifadəsi çox diqqətli və yalnız fayda-zərər nisbətinə əsasən qərar verilməli olan bir məsələdir. Hər hamilə qadına antidepressant təyin etmək olmaz, amma bəzən mütləq istifadə olunmalı hallar da var. Çünki müalicə olunmayan ağır depressiya həm anaya, həm də körpəyə ciddi zərər verə bilər. Bəs hansı hallarda antidepressant lazım ola bilər? Birincisi, ağır depressiya və ya intihar düşüncələri olan hamilələrdə, həmçinin ağır dərəcəli obsessiv kompulsiv pozuntu, panik pozuntu, şiddətli anksiyetəsi olan hamilələrdə, bipolar pozuntunun depressiv fazasında olan hamilələrdə həkim təyinatı ilə ehtiyatla antidepressant istifadə etmək olar. Bəs hansı antidepressantlar daha çox istifadə olunur? Daha az riskli hesab edilənlər sertralin, fluoxetin və escitalopramdır. Daha təhlükəli olanlar isə paroksitin, venlafaxin və duloxetindir. Həmçinin antripin və impramin kimi trisiklik antidepressantlar da hamiləyə və dölə ziyanı ola bilər. Xüsusən də paroksitin ilk 3 ayda istifadə olunarsa, döldə ürək qüsurları yarada bilər.